Salam dostlar, kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, yaxşısınız, keyfiniz, əhvalınız yerindədir. Bugün çox da spoiler vermədən elə bu videoya giriş eləyim. Maşın almağa gedirik. Maşın məndən təxmini kilometr olaraq bir 100 kilometr uzaqlıqdadır. Bakıdan hara qədər? Yəqin 5 barmağa qədər. Yox, bəlkə daha az ola bilər. Gedirik baxmağa. Maşın isə mənim ən sevimli maşınlarımdan biri. Bahalı maşın deyil, Fiat 500'dür. Əslində buna çoxdan yazmışdım, bir neçə gün olarda. Sadəcə qiyməti yeni endirdim. Bura tam sədərəyin o yuxarıdan kuş bakışı tüylər demiş. Baxan hissəsinə oxşadı. Nəysə. Qiyməti 4000 qoymuşdu, yazmışdım. Elə okey idi. 3650-yə mi nəmi endirdi. Yəni mənə görə endirmədi də. Ümumiyyətlə gördüm ki, endirib. Mən də yazdım. Məndən biraz uzaqda yerləşir. İndi gəlirəm baxmağa. Ümid edirəm ki, yaxşı olar. Problemi olmaz. Biraz da qaqanız bir 3500'ə salsa, tüylər demiş tadından yenməz. Gözləntilərim nələrdir? Qəşəng Fiatdır. Fiat ümumiyyətlə çox möhtəşəm maşındır məncə. Qadınlar üçün və ya təzə maşın, ümumiyyətlə maşın həvəskarı olmayıb, rahat maşın istifadə eləmək istəyən üçün məncə ideal maşındır. Çünki məndə Fiat 500 olub. Yəni çox nisiryoz bir maşındır. Yəni ona maşın gözü ilə baxa bilmirsiniz də. Yəni elə bilirsiniz ki, bu dəqiqə götürüb cibinizə qoyub gedə bilərsiniz də. Yəni nəm yolun qırağında qaldı, onu sən yolun qırağına qoyun, başqa maşın olsun, polis gəlib baxacaq ki, bu nədir? Fiat qalsın, bir ayda orada qalsa polis gəlib baxmayacaq da, belə yoldan keçən deyəcək, o budu, nə qəşəng maşındır falan. Yəni maksimum elə bir şey eləyirlər. Maşını parkinq eləmək çox rahatdır. Məsələn, okeana çimməyə gedirdik və orada parkinq eləmək çox çətin idi həftə sonları. Mən gedirdim, balaca bir yer tapırdım, özümü soxuşdururdum ora. Yəni maşın ora girməsə götürüb maşından düşüb qaldırıb qoya biləcəm də, yəni o dərəcədə. Yəni çox ekonom maşındır məncə. Yəni balacadır, yolda çox sürmək də rahatdır. Adama çox belə maşın sürürmüş kimi hissiyat da vermir. Nəysə, bu maşını almaq səbəbim əslində fərqlidir. Çünki deyəcəksiniz, sən axı maşındasan hal-hazırda, maşın sürsən, bəli, mənim Priusum var. Və mən əslində çox maşın həvəskarı biri də deyiləm. Mən maksimum maşına çox pul verərəm, əgər o mənə çox pul qazandıracaqsa və ya təbii ki, mən çox pul qazanıramsa, niyə də gedib bahalı maşın almayım? Nə olsun həvəskarı deyiləm. Yəni o demək deyil ki, maşın almamalıyam. Maşın alma səbəbim fərqlidir. Səbəbi bir sonraki videolarda, əgər bu kontentin davamı gələcəksə, özünüz görəcəksiniz. Ancaq bu maşını əgər alsaq, onu hazırlama prosesi, yumaq, eləmək, yəni bir sürü əlavə videolar da olacaq. Nəysə, çatmamıza təxmini 20 dəqiqə qalıb. Bu arada əldən sahibindən alacaq. Görək nə qədər endirim ala bilirik. Bəlkə deyəcəm, bax YouTube-a çəkirəm, sənə qoyacam, baxarsan videoya. Gedək görək necə olur. Bu arada videoya bilirəm, ləngitmişəm videoları, neçə vaxtı video çəkmirəm. Ancaq bura mənim daimi sırf YouTube, digər sosial media platformalarından çox şükür pul qazanıram. YouTube-dan mən heç bir gəlir əldə eləmirəm. Düzdür, bu demək deyil ki, sizi boş buraxmalıyım. Yox, ancaq çalışdığım qədər sizə də vaxt ayırmağa çalışıram. Çünki YouTube həqiqətən sevdiyim bir platformadır. Nəysə, videoya like atın ki, məndə də həvəs yaransın və belə videolara davam eləyək. Heç nə gedək ora, görək nə olur. Həqiqətən çölə gəldim deyəndə yalan demirdim, yəni. Baxın, bura qəşəng mən Reels çəkdim YouTube üçün. Daha doğrusu Instagram üçün. Instagramdan da mən izləyim. Bu indi belə bağlayıb kəsəmirəm. Gərək iki tərəfdə bağlayım. Belə eləyim indi. Sonra sabahınız xeyir. Dünən gəldim. Saat tam belə 4-də falan işim bitdi. Yəni maşına baxdım, elədim, sürdüm. Bəyəndim maşını. $3650. Hətta dirəşdən bugün 3000-ə saldıraq. 3000-ə saldırsam çox zor olar. Nəysə, indi maşını yoxlatmağa gedirəm. Maşında deyiləm, maşının yanına getdim evə, bir də yoxlanış yerinə gəlirəm maşın təmirçisinə. Yoxlayaq, çünki arxa bagajı tam açılmırdı. Başqa da problemləri falan varsa, görək nə problemi var. Və heç nə, okey olsa, maşını alacağım bugün. Dostlar, maşını aldıq. Maşını aparıram öz şəhərimə. Çünki mən uzaqdayam və bunu necə çağırdığımı sizə izah eləyəcəm. Yolda gedirəm. Arxadan bir dənə gülməli maşın gəlir. Sprinter, yox, adı nə idi? Bu maşının yadından çıxıb. Amma gəlsin, sondan kesin göstərim. Nə qədər rahatdır bilmirəm, heç sürməmişəm. Bir dəfə ümid edirəm, sürərəm.
Bir dənə akım var, belə şey göstərir, üzük göstərir. Gözlüyüm mən də eləyəcəm. Dostlar, tərvişlərinizi ala bilərəm. Düzdür, milyoner olmadığım üçün bir ara mənim adımı çıxartmışlar. Kimlərin oğlu deyə. Bizə nəsib olan hələ ki bu Fiat 500 oldu. Belə bir maşındır. Sport modeldir, səhv eləmirəmsə. Üstü belə tam açılmır. Üstü. Bizə dəqiqə. Yəni, amma üstü belədir. Arxa təkəri deyəsən problemlidir. Arxa təkərinə mıx batıb, onu düzəltdirəcəm. Burası var, burasını görüm, yapışdıra bilirəmmi? Belə başqa bir-iki elə belə problemi var, onları həll edəcəm. Bunu görüm, düzəltdim. Sonra maşın indi baxıram. Belə düzdür, təmirə vermişdim. Full yoxlarlar, $150 pul alırlar. Buranı dəyişməliyəm deyəsən. Sonra speaker qəşəydir ha. Bura qəşəydir, bayağı genişdir. 2 nəfərlikdir düzdür, amma qəşəydir bu da. Neyse. Qiyməti $3650 idi. $3000 saldım. $3650-dən $3000 məncə idealdır. Və yəni bu maşın mənə çox xoşuma gəldi. Yəni mən maşın almağa ən mənasız bir şey kimi baxıram. Yəni əgər o mənə ya həqiqətən çox ehtiyacım olsun, ya da ki nə bilim o maşın mənə pul qazandırsın. Yəni bir növ pul qazandırsın. Atıram mənim işə getməyə kömək olsun. Yəni pul qazandırsın nə mənada? Atıram mən məsələn Uberə pul verib harasa gedəcəyimə maşınım olsun, maşınla gedim. Pul itirməyim də. Yəni bu da bir növ pul qazanmaq kimidir. Bu maşının taleyi hələ ki sizlərə demirəm, ancaq davamlı videolar gələcək və bu maşın nə olacaq siz də görəcəksiniz. Yox, fəxri kimi proyekt maşını deyil. Ancaq yəni bu maşın üstündə elədiyim şeylər, təkərlər idealdır, sonra tormozları idealdır. Ancaq baxım görüm başqa nələr eləyə bilərik. Siz də görəcəksiniz. Burada maşının içini sizə göstərməyi unutdum. Bircə dəqiqə. Yaxşı bir şey. Burada ekranı var. Yəni ekran olması həqiqətən yaxşıdır yolda. Kondisioneri çox belə möhtəşəm deyil. Bu arada fiyatlarda mən ən çox çaşdıran yəni budur. Əlim bura gedir həmişə. Görün bunda şey var. Klonka var. Yox, kondisioneri də deyəsən işləyir. Pis deyil, yəni azdan çoxdan vurur. İndi bir dənə yolu açım, gedəcəyim yeri açım, gedək. Burada da havlusu, burada işləmir, bura var. Buranı belə açmaq olur. Bura manual olaraq açılsa çox zor olardı. Buranı necə düzəldə bilərəm? Başı çıxan olsa mənə desin. Alo? Buradasa hal-hazırda qoşuldum və məncə yaxşıdır. Qəşəng keyfiyyətli görünür. Və bu sport modeldir deyə yerindən çox tez götürülür. Sport moda qoyanda vapşı. Bu indi adi avtoda qoydum. Dediyim kimi mıx var təkərdə, gedib onu düzəldəcəyik. Sonra da baxaq da görüm axıt olsa, çünki evə yaxın olacam, gedib bəlkə yemək yeyərəm. Amma axıt olsa gedib təmizləmə də eləyə bilərik bunun detaylı. Düzdür, təmizdə heç bir problemi bu dəqiqə yoxdur. Ancaq yenə də qəşəng bir vəziyyətə, bunu gül kimi vəziyyətə salaq. Belə də mənim maşından çox başım çıxmır. Nəsə bir tövsiyəniz olsa, həm deyə bilərsiniz, Mahir, başında buna diqqət elə, fiyatda buna diqqət elə, bunu elə, onu elə, deyə bilərsiniz, mən də ona diqqət edeyim. Buranı bir daha aça bilsəm qəşəng olardı. Kondisioneri biraz problemdir, çox da soyuq deyil. Amma pis də deyil, yəni balaca maşında yəqin ki soyudar. Gözlədim biraz qiyməti ucuz olsun, amma $35 eləyir. Bura düz evimin yanında və bilirəm bunları, ona görə $35. Bir yerlərdə belə 20-25 alasıydı maksimum. Yəni $15 görə bir də qapı-qapı ən ucuz yer axtarası deyildi. Nəysə düzəltsinlər görək. Cübbuşumu soyundurdular. Bu 500 yazısını da çıxarıblar. Cübbuşum. Cübbuş deyil, cübbuş. Qaşım gəlib ağaca maşın. Təkərimiz artıq hazırdır. Belə maraqlı bir şey oldu. Başqa adam pulu məndən aldı. Dedi, kəş ödürsən, yoxsa kart? Mən də dedim, kart. Dedi, $30 patch üçün. Yəni buna patch deyirlər də. Təkəri dəyişmədən. Azərbaycan dilində nə deyirlər, bilmirəm. Hər neysə. Dedi, $30, dedim, okey.
Ödədim, çıxdım. O birinə elə dedim ki, mən bura tez-tez gəlirəm də, ucuz eləyə bilmərsən. Dedi, yox, 35. Və heç nə demədən 30 elədiniz axı. İstədim çəkib elə göstərim. Çıxanda da heç nə eləmədim, çıxdım, gəldim. Başqa təmirə aparacağım. Böyük ehtimal birinci gün falan. Head gasketin yəni yağ qaçırması var, yağı oil leak də yağ buraxır hardansa, iki yerdən. Onları düzəltdirəcəm. Oyda nə qəşəngdir. Qəşəng məhəllələrdir. Nəsə yağ buraxması var, onu düzəltdirəcəm. Sonra elə bir şeyimiz qalmır. Ümid edirəm, bu maşın bizə uğurlu olar. Bəlkə mən də Fərid kimi bundan dünya turu zad eləyəm, hara getmək olar. Fiyat amma nə bilim, fiyat problemidir. Yəni buradan nəsə olsa maşının arxasında birbaşa əlim çatır da yəni. Gülməli maşındır və düzün desəm qəşəng maşındır. Çox xoşuma gəlir. Oyda bu palmalara baxın. Nəysə maşın yumağa da axıt olsa bugün gün ortadan sonra gedərəm. Sadələ 4-ün yarısıdır. Bəlkə 5-ə 6-ya getmək olar. Necə parkinqə görün necə salıram. Maşın vurub eləməsəm yaxşıdır. Bu da Fiat'ın faydaları. Çox balaca parkinqə çox rahatlıqla saldı. Yanından çıxıb parkinqə. Buyurun. Və gördüyünüz kimi çox rahat, çox profesional park elədik. Yəni bura bir dənə, bu iki boşluğa bir dənə də Fiat çıxar. Sonra o bir maşın xarab olduğu üçün Fiat'a döndüm. Fiat'ı bir neçə günlük əsas maşın olaraq istifadə edəcəm. Dünən sürmədim heç. Çünki bura başqa yerdir. Evə getmək üçün istifadə edəcəm. Deməli ustaya gəlmişəm. Buranı göstərim. Baxın burada yağ axır. Amma bu tərəfdə yox. Yəni elə-belə var burada. Ona görə böyük ehtimal burada pump var və bunun cover'ı var. Valve cover, gasket. İkisi də dəyişməlidir. Təxmini $1000 çıxacaq. Məni Instagramda izləyirsinizsə, izləmirsinizsə də gelin izləyin. Orada izləyənlər bilir ki artıq. Orada izləyənlər bilmir mənim Fiat'ım olduğu. Amma Prius'um var. Prius problemi var orada. Servisdədir hal-hazırda Prius. Və indi Fiat'ı da servisə verdim. Nə qəribə görsən dişim. Fiat'ı da servisə verdim və hal-hazırda maşınsızam. Avtobus gözləyirəm, birazdan gəlməlidir. Nəysə, mən baxım nə olacaq. Bu arada Fiat'a $1000 pul verdim. Düzünü desəm, burada türk usta var. Bəlkə 1000 yerinə məndən alardı 100, 200, 300. Amma hələ üstəlik parçanın qiyməti də. Parçalara $200 pul verdim. Ancaq düzünü desəm güvənmirəm. Mən hal-hazırda getdiyim usta mənə həmişə hər bir problemi belə çox incə detalına qədər başa salırdı. Çünki oxumuşdu, oxuyub və bilir problem nədir və başa salır ki, bu niyə olur, bu necə olur, nə etməlisən, bundan sonra yenə eləsən ola bilərmi falan. Ona görə güvənirəm. Yəni deyirəm eybi yox da. 200-300 artıq verim, amma bilim ki normal adam düzəldib də sonra problem çıxmasın. İndi maşını qoydum, 3-4 saatlıq işi var. Əslində bilirsiniz, istəyirdim özüm düzəldim, oturum baxım YouTube'dan səhərdən axşama kimi, yəni $1000 az pul deyil də, yəni mən o məsələn atıram 2 gün vaxtım gedir, lap bir gün tutalım səhərdən axşama kimi 24, 12 saat vaxtım getdim, mən 12 saata $1000 hardan görürəm, 12 saata qazanmıram da. Amma dedim nəysə, xırda xuruş işləri özüm görərəm, amma bu işə ehtiyac yoxdur, usta özü görsün. İki hissəsi dəyişəcək, head gasket velvet cover, gasket valve cover sadəcə parçadır. Bir dənə belə motorun ətrafında bir dənə ip də elə bil. İpi qoymalılar. Sadəcə Fiat çox balaca maşındır və hər şey belə sıxdı deyə saatı çoxdur. Və burada da ustalar sadəcə saatlıq $150 işləyir. Yəni məsələn tormuz dəyişmək belə olsa, 1 saatı gedirlərsə, 1 saat vaxtları gəlirsə $150 plus tormuzun pulu nə qədərsə onu alırlar. 2 saat gedirsə $300 əlavə alırlar. Bu da 3-4 saatlıq işdir. Sonra digər parça da var. Pumpın nəyəsə dəyişməlidir. Yəni 3-4 saat işləri var.
150 dollardan nə qədər eləyir? 4 saat olsa 150 dollardan 200-600 dollar. Plus parçalar falan. Deyəsən mən arada nəsə çox işlədilər, amma bilmirəm. Nəysə, amma 1000 dollar getdi də. İndi gün ortadan sonra gedəcəm götürməyə. Ustadan pis xəbər gəldi dostlar. Maşın vacuum pump leak eləyir, yəni yağ buraxır. Ona görə dedi o parça da 480 dollar filandır. Amma dedi sən belə yaxşılıq elə bilərəm ki, istiliyə pul almaram. Çünki işə başlamış və bu kadrı bunu videoda ilk dəfə göstərirəm. Amma mənim bir dənə də bu yetimim var, amma xarabdır. Yəni bu 1 ildən çoxdur sürmürəm. Tez ağlıma gəldi ki, bu fiyatdan çıxarıb şey eləyə bilərik. İndi bunu aparacam ora. Bundan çıxartsınlar, bunu da istifadə eləsinlər. Görək necə olur. Əvvəlki videoda bilmirəm sizə dedim yoxsa yox. Nəysə, zəng elərlər ki, mənim köhnə Fiat var, işə yaramaz. Onun neçə vaxtı bu zibilxanaya vermək istəyirdim, yaxşı verməmişəm. Çünki indi maşını ora çəkici çağırdım, ora çəkib, oradan da onun içindən parça çıxaracaq. Mənə 400 dollar deyir. İnternetdə baxıram 100 neçə dollar. O da mənə çox işləməyə çalışır. Bir işini halal görən yox, gəlirəm maşın yanına. Digər Fiatı ustaya aparır. Usta içindən parçanı götürəcək. Sadəcə bu işləmir hal-hazırda. Görək aparsın, parçanın içindən götürsün. Dedi alada pul almayacağım səndən. Amma bunu çağırmağa artıq sığortam çatmır deyə 100 dollar pul verdim. Texasdan görüb. Gəldik. Bu Fiat burada. İçinə hazırda dayanıblar, içindən söküb çıxaracaqlar. Buna salmağa hazırladıq. Altında suspension problemləri falan var, amma artıq rentə verəcəm. Deməli, gəlin sizə temanı başdan danış. Mən maşını yoxlatdırdım. Fiat 500 qırmızını hal-hazırda sürdüm. Və əsas problemləri dedilər və 2 dənə də düzəlməli olan problemi dedi. Valve cover gasket dəyişilməlidir. Leak eləyirdi, yəni buraxılması var. Bir də digər bir problem. 2 dənə şey. Mən də bunu tam SS almışam da, yəni bunu 2 hissəsi də var. Və oğlana dedim. Yəni mən nə dediyim yadımdadır da. İndi mənə zəng edib deyir ki, yəni mən maşından başım çıxmadığı üçün o bilməyib bu problemi. Mən sadəcə onu göstərib ki, ümid eləyək ki, bu tərəfdən leak yoxdur da. Nəysə, gəlmişəm mənə deyir ki, bu şey eləyir. Sonra köhnə Fiat yadıma düşdü ki, məndə qalıb qarajda. Onu gətirdim. Onun içindən çıxartdılar. Baxdılar, bu da belə ətrafı yağdı da. Dedi dua eləyək ki, bu şey olmasın. Amma garanti vermirəm də. Çünki mən 400 dollar dedi. İnternetdən də baxıram 100 dollar falandır. Hələ mənə deyir ki, sən əlavə pul charge eləməyəcəm də. Üzrü sayını və sözləri ingiliscə deyirəm. Çünki ingiliscə söhbət gedir də. Reski Azərbaycan versiyası ağlıma gəlmir. Yəni şeyə görə deyil. Bu temanı birbaşa Azərbaycan dilində başıma gəlsəydi, Azərbaycan dilində rahat danışırdım. Nəysə, fiyatı gətirdim, 100 dollar aldılar məndən. Sonra qaytardım 100 dollara. 200 dollar oradan getdi. 1070 dollar, çünki bu maşın yağında dəyişdilər. 1070 dollarda bir pul getdi. Yəni mənə dedi ki, sən mənə deməmsən. Mən də dirəşdim ki, demişəm. Çox da dirəşmədim, amma dedim canın sağ olsun. Eyb yox, sən götür onu dəyiş. Çünki onu bağlasalar, o təzə hissəsini zakaz verirsə 400 dollar istəyirdi məndən. Gözləməyi falan vaxt çox itir. Ona görə gözləməyə ehtiyac yoxdur. İndi bunun növbəti işləri olacaq. Onları həll eləməliyəm. Maşını təmizləməyə gəldim və abunəlik olaraq almışam. Abunəlik 13.49-dur səhv eləmirəmsə aylıq və limitsiz şəkildə gəlib bunların LUV Car Wash-dur. İstənilən filialına gedib maşını yuya bilərəm və yəni nə qədər istəsəm. Və buradan çıxdıqdan sonra həm belə şey verirlər, maşını asırsın, iyi verən. Bundan əlavə olaraq toz soran çıxanda indi görəcəksiniz. Toz soran servisindən istifadə edə bilərəm. Nəm dəsmalları var, maşının içini təmizləyə bilərəm. Məncə əladır. Ancaq təzə maşınlara heç tövsiyə eləmərəm. Çünki parçadır da görürsünüz də, yəni parça maşın cızır. Bir dənə yer var, 18 ya da 19 dollardır aylıq. Contactless'dir da, yəni heç nə toxunmadan su təzyiqlə yuyur maşını. Məncə yaxşıdır. Ancaq bu köhnə maşın olduğu üçün ehtiyac yoxdur. Və aylıq limitsiz məncə alamıyor. Toz soran yeri buradır. Toz soranla yuya bilirik. Sonra belə hava var. İğrəncdir. Və glass cleaner'dır, yəni cəy təmizləyən. Amma maşının altını, yüzün təkərin altından burnunki oraları hər yeri təmizlədir. Sudur sonuçta. Təzyiqli su. Bir də top-boşda maşındır, yəni bir dənə belə elədim, hər tərəfə təmizlədir. Yoxsa o buradakına bax, yansıq girin maşının üstünə, bagajına. Paraları düzəldədir. Yəqin bu bölümü sonlandıraram. Baxar görək nə qədər olur. Sonra maşının digər işlərində davam edərik. Bu arada 1000 dollar
Əslində 1076 dollar ödədim. Siz yağını da dəyişdilər. Oradan bir 20-30 dollar mənə şey elədilər. Sonra 200 dollar da maşını çəkməyə çıxdı. Bugünün ziyanı 1276 plus bu 10. Yəni minisi deyək də, minisi dollar. Maşını aldıq 3000'ə, oldu 3300. Sabah da bir 700 dollar belə yuvarlaqlaşdırıb şey eləsək. 4000'ə tamamlasak qeydiyyatı ilə bir yerdə məncə 4000 yox 3000 alınırsa 1300 çıxsa 4300 5000. Okey 5000'ə tamamlasak ancaq məncə əla. Tam 5000 üçün hər şey bitir. Nəysə videonu bəyəndinizsə bəyənin, bəyənmədinizsə də bəyənməyin. Çünki yəni görüm ki bəyənsiniz ya yox. Xahiş və iradlarınızı aşağıya yaza bilərsiniz. Özünüzə yaxşı baxın, sağ olun. Ne kadar sen görünürsen. Ya da kombinini çekin. Daddy, help me daddy. Haydi o şey yokşadı mı? O Atatürk heykelini təmizləyən var idi, sonra işten çıxartdılar. Ne diyor? Atatürk'ün heykelini təmizləyirdi. Yazığın da boyu çatmırdı, heykeldi yani. Yani ama təmizləməlidir, belə eləyir başına. Ama yani təmizləmə üçün eləyir. Bu sesi paylaşıblar. Heykele saygısızlık. Git sen temizle. Sen. Neynəsin? Necə təmizləsin? Güləşən verərdin daha. Stol koysun. Hə? Stol koysun. Stol koysun, koyub da. Hələ şeylə. Onların atalarıdır. Atam. Mən də beter. Mən də təkir şeyləmədim. Nəysə. Boynunu niye tutursan? Bax. Boynunu. Maşına vurdum belə, mənim boynuma. Bu arada Oha maşın tek gözü var. Arkadaki maşının rengi ne geçeydi. Oha. Nasıl qəşəng görünür. Bu arada növbəti bölümdə çox maraqlı oldu. Yəni maşını bildiğiniz gibi Sen de her defa deyirsən növbəti bölüm. Heç 10 aydır video yoxdur Okey. YouTube'da. Özümüzün təkrar. Sən bilirsən də maşına nə əlavə eləyəcəyik. Məncə çox qəşəng olacaq. İzləmədə qalın. Beni görsən. Hə? Maşın üstünde gelin kuklası gibi ben oturuyorum. Vallahi. Oha dostlar bu maçta da bakın da geçeydi. Boş ver neye mahiri ben güzel seçeceğim. Oo hakikaten güzelmiş. Ha. Ya da çaktırmadan önce çekeyim. Bu aparatı ya Amazon'dan ya da Temu'dan almışam və təkər doldurmaq üçündür. Videomu bitirmədən dedim bunu da göstərim. Zaretka ilə işləyir və çox ağladı, məncə çox qəşəng doldurur. Dostlar, təvə bitmir də. Videomu bitirəsiydim amma bitirmədim. Dedim bu bir şey də əlavə eləyim. Burada maşın qeydiyyatı eləmək üçün smoke test verməlisən. Smoke test odur ki, maşının trafiyə da maşınlar arasında çıxması üçün çox pis zərərli qazlar yaymasın da. Onu yoxlayırlar. Egzozunu deyirlər də. Nəysə, orada 3 dənə şey xəta verdi. Gəlin göstərim sizə. Catalytic oxygen sensor, bir də evaporative sistem xəta verdi. Burada da bütün bilgilərimi gördünüz. Nəysə, bu üçü gedib, ikisi gedib. Catalystlə evaporative sistem gedib, oxygen sensor qalıb. Mənə dedilər ki, ged 30 dəqiqə maşını sür. O sensorlar gedəcək də. 30 dəqiqə sürdüm, traslar 60-la. Buranın da 60'ı sizin 100'dür. 60 mile, sizdə 100'dür. Sürdüm, qayıtdım, gəldim. İkisi gedib oksigen sensor qalıb. Yenə indi sürməliyəm. İndi amma deyir bilmirik nə qədər sürməlisən. Get yenə sür. İndi ona görə benzin doldururam, yemək alacağam. Maşını sürə-sürə gedəcəm. Maşın qeydiyyat elədim bu arada, amma tam bitirmədim də. Bu smoke testi istəyirlər. Ona görə 41 dollar tutdu. Biraz da görək. Vay, bu nə yaxşı belə 10 litr yox, 10 qalon, o da ki 3 nöqtə neçəsə, yəni 30 neçəsə litr. İndi yemək də alıb yola çıxacağam, sürəcəm yəni. Ən xoşuma gələn şeydir maşın sürmək, yəni uzun yol maşın. Özüm üçün sürəcəm, yəqin bir, nə bilim, bir 100 kilometrdə sürərəm minimum. Bir saata yaxındır ki, maşını sürürəm, gəldim. İndi yenə yoxlayacaq, görək. O sensoru yenə göstərirmi? İnternetdə oxudum, deyir, yəni 400-500 mayalla qədər, yəni 800 kilometrə qədər sürməli ola bilərsən də, yəni o sıfırlansın deyə. Nədir, heç başım çıxmır, amma yəni yoruldum, yuxum gəlir. Nəysə, görək nə olur. Dostlar, oldu, çox xoşbəxtəm hal-hazırda. Yəni, çünki o qədər çox problem var ki, dedim indi bir də bu da üstünə gəlməsin də. İşte maşını sürüm ora. Ay Allah. Dostlar, smoke check'i bitirdik. Burada yazır congrats.
Your vehicle passed the smoke check inspection. Bu arada sadəcə Kaliforniya, bir də ola bilsin başqa ştatlarda da keçərlidir, amma Texasda bu yox idi. Yəni təzə maşın alırsansa, maşın qeydiyyatı 2 ildən bir və 1 ildən bir səhv eləmirəmsə 1 ildən bir istəmir, amma 2 ildən bir maşın qeydiyyatını yeniləyəndə səndən bu smoke check pass olmalıdır. Smoke checkdən keçməlisiniz və bunun sənədini gətirməlisiniz. Sizdən istəyirlər. Nəysə, yəni indi bu keçdi. Baxın, hamısında pass deyir, hə. Yəni amma bilmirəm orada mənim üçün nəsə elədilər ya yox, ona əmin deyiləm. Yəni eləmiş də ola bilərlər, eləməmiş də ola bilərlər yəni. Amma mən nə qədər maşın sürdüm, çox yoruldum yəni. Bundan sonra işimiz bitir. Maşını indi qeydiyyata yenidən götürürəm ki, smoke testində əlavə eləsinlər və registrasiyanı versinlər. Registrasiyanı yarımçıq tamamladılar hələ. Dostlar, kabin hava filtrini dəyişdirəm. Bu zibilə qalmış fiyatda da, dostlar, bilmirəm bu videoya maşından başı çıxan baxacaq yoxsa yox. Başı çıxmayan baxsa yenə yaxşıdır. Başı çıxan baxsa deyəcək ki, qoymuşam başına. Nəysə, kabin hava filtri almışam, onu dəyişdirəm. Sadəcə, onu göstərər. Burada mənə 5.5 lazımdır. Burada da 4 var, 5 var. İndi bilmirəm, 5.5 yoxdur. 6 var sonra. Birtəhər heç biri uymadı o açacaq yerinə, göstərim də. Açacaq yeri belədir. Ona görə məcbur, mən də bununla belə birtəhər çıxarmaya çalışıram. Özü belə balacadır deyə maşın. Sizdən yəni çox arxaya verib rahat işləyə bilmirəm də. İndi dəyişim, sonra maşının qəşəng şəkillərini çəkməliyəm. Videonu gördürəm, qutardım, amma elə qutarmadım, belə davam elətdirdim. I don't